Deməli, uşaqlar, gəlin davam eləyək 117-ci sualına. Deyir ki, 100 ballıq sistemlə qiymətləndirməni 5 ballıq qiymətləndirmə sisteminə çevirən proqram Python dilində yazın. 100 ballıq sistemdə bilirik ki, 30 olan, 30-dan kiçik olanlar 2 alır, 60-dan kiçiklər 3-dür. Artıq 80 plus olanda, yəni 100-ə qədər, 100-də daxil olmaqla 5-dir qiyməti. Ona əsasən mən belə bir proqram qurmalıyam. Burada ilk növbədə bal dəyişənini daxil edəcəm. Yəni bal bərabərdir int inputuna daxil eləyək. Bal dəyişəni daxil etdim. Əgər daxil etdiyim bu neçədirsə, deyəcəm ki 30-dan kiçikdirsə, 30-dan kiçik olanda qiyməti bərabər olsun 2-yə. 30-dan kiçiklərin qiyməti 2-dir. Daha sonra şərti eliflə verməliyəm. Əgər bal dəyişəni kiçikdirsə 60-dan, onda qiymətim neçə olmalıdır? 3. Qiymət bərabər olsun 3-ə. Əgər daxil etdiyim bal 80-dən kiçikdirsə, onda qiymət bərabər olsun 80-dən kiçiksə 4. Bir də daxil etdiyim bal 100-dən kiçik bərabərdirsə, onda qiyməti bərabər olsun 5-ə. Əks halda belə deyək də, düzgün bal daxil edilməyəcək. Yəni artıq 100-dən böyük qiymətində deyəcək ki, düzgün bal daxil edilmir. Onda else hissəsində deyəcəm ki, print. Bura dırnaq içərisində yazmalısınız ki, düzgün bal daxil edilməyib. Düzgün və yaxud da bal düzgün daxil edilməyib. Düzgün bal daxil edilməyib. Bu formada yazmalısınız. Bir də print əgər bu if şərtlərinin hansı ödənsə ifdən elifdən, bir də print həmin o qiymət dəyişəni çapa göndərməlidir. Vəssalam. Deməli, 117-ci cavabı olacaq bu formada. Davam eləyək 118-lə. Deyir ki, klaviaturadan simvolların arasında boşluq olmadan daxil edilmiş sətirdə bütün simvolların eyni olub olmadığını təyin edən proqramı Python dilində yazın. Bütün simvolların eyni olub olmadığını yoxlayır. Onun üçün əvvəlcə mən sətri daxil etməliyəm. Yəni n bərabərdir int inputuna, inputuna sətr daxil edəcəm. Int nə idi? Inputuna sətrimi daxil elədim. Daha sonra belə deyək. Əgər 0-cı elementi götürsəm və 0-cı elementimin sayı leninə bərabər olsa, lenə, yəni bu daxil etdiyim inputun leninə də bərabər olsa, onda demək ki, buradakı belə deyək də simvolların, bütün simvolların sayı eyni olacaq. Yox, əgər bərabər olmasa, onda eyni olmayacaq, yəni eyni deyil. İndi belə deyək ki, misal üçün bir x dəyişəni verirəm. Deyirəm ki, x bərabərdir. n 0-cı elementi götürsün. Yəni daxil etdiyim sətirdə 0-cı elementi götürəcək. Y də bərabər olsun. Daxil etdiyim sətri lenin götürsün. Yəni len n-i götürəcək. Və bir dənə şərt qoyuram ki, əgər n sətrində x-ların sayı y-in sayına bərabərdirsə, yəni n nöqtə count x bərabərdirsə y-ə, onda desin ki, print eynidir. Print dırnaq içərisində eynidir. Print dırnaqları silib bu sözü çap eləyəcək. Əks halda, yəni else hissəsində print eyni deyil. Misal üçün, bunu yoxlasaq, bax elə dediyi kimi, burada, misal üçün, A, 4 dənə A-nı daxil eləyib. Gəl biz də daxil eləyək. Burada deyəcəm ki, sətirdə 4 dənə A-nı daxil elədim. 3, 4. Deyir ki, 0-cı elementi götür. 0-cı elementi nədir? A-dır. A-nı götürəcək buradan.
Sonra mənə deyir ki, y bərabərdir ln. Bunun ln nə qədərdir? 4 dənə. Gəlib 4-ü götürəcək. İndi deyir ki, n.count x. Yəni x-dan neçə dənədir? A-dan neçə dənədir? 4 dənə. Bax bu 4 bərabərdirmi y-ə? Y-də 4 tapdıq. Deyəcək ki, hə də bərabərdir. Onu da eynidir çap eləyəcək. Əks halda digərlərində isə eyni deyili çap eləyəcək. Yəni 118-in cavabı olacaq bu formada. Davam eləyək 119-cu sualına. Deyir ki, bəzi 3 rəqəmli palindrom olmayan ədədlərin rəqəmlərinin yerini dəyişdikdə palindrom ədədə çevirmək mümkündür. Klaviaturadan daxil edilmiş tam ədəd üçün bu halın mümkün olub olmadığını yoxlayan proqram Python dilində yazın. Ümumiyyətlə uşaqlar, palindrom ədədlər necə ədədlər idi? Oxunuşu, belə deyək də, sağdan da, soldan da eyni olan ədədlərə deyildi palindrom ədədlər. İndi və 3 rəqəmli ədəddir. Misal üçün, tutaq ki, ədədim 177-dir. Misal üçün deyirəm. Mən bunu necə palindrom ədədə çevirə bilərəm? Baxın, buradakı birinci, yəni ikincinin yerini dəyişsəm, yəni 1 ilə 7-nin yerini dəyişsəm, mənə bunu verir də 7, 1, 7. Həqiqətən, soldan da, sağdan da oxunuşu eynidir. Buna deyəcəm palindrom ədəd. Yəni, bu 3 rəqəmli ədədlər içərisində bunların heç olmasa, belə deyək də, ikisi eyni rəqəm olmalıdır ki, mən bunları belə deyək, da yerini dəyişib yoxlaya bilim, palindrom ədədə çevirə bilim. Onun üçün proqramı bu formada qura bilərik ki, əvvəlcə eyni ədədini daxil edəcəm, n bərabərdir, int input. Daxil etdim. Daha sonra bunları mən mərtəbələrinə görə parçalayacağam. Yəni təklik, onluq, yüzlük mərtəbəsinə görə tapmalıyam. A bərabərdir. N-in 100-ə bölünməsindən tam ədəd. Tutaq ki, məsəl üçün daxil etmişiksə 177. 177-ni bölsəm 100-ə, belə deyək də, mənə düşəcək bir dəfə. Bu yüzlük mərtəbəsini tapdı. 100-ə bölünməsindən tam ədəd. Daha sonra deyəcəm ki, B bərabərdir. Onluq mərtəbəsini tapsın. N-in 10-a bölünməsindən tam ədədlə neynəsin? 10-a bölünməsindən birinci tam ədədi götürsün, sonra qalığı götürsün. Onda bu ikinci rəqəmi tapacaq. C də bərabər olsun. 10-a bölünməsindən qalığı götürsə, bu da təklik mərtəbəsini tapır. Məsələn, bu formada tapdıq ədədin rəqəmləri və şərt verməliyəm ki, əgər A bərabərdirsə, B, yəni heç olmasa bunların ikisi bir-birinə bərabər olmalıdır bu 3 rəqəmdən ki, mən yerini dəyişib palindrom eləyə bilim. Yəni A bərabərdirsə B-yə, or ikinci bərabərdirsə üçüncüyə, yəni B bərabərdirsə C-yə, bir də or A bərabərdirsə C-yə, onda deyəcəm ki, nə olsun, mümkün olub olmadığını. Yaxşı, print mümkündür. Dırnaq içərisində qeyd edəcəm ki, mümkündür. Əks halda else hissəsində deyəcəm mümkün deyil. Dırnaq içərisində, yəni bu formada mümkün deyil. İndi özünüzdən bir 3 rəqəmli ədəd daxil edib yoxlasaq, görəcəksiniz ki, həqiqətən də bu formada yazılış ödəyir. Deməli, bu oldu 119. Baxaq 120-ci suala. 120-də deyir ki, tam ilə ad gününü qeyd edir və deyir, əlində olan pulla maksimum neçə ədəd keks ala bilər və nə qədər pula artıq qalar. Tapşırığın həlli üçün deyir, proqram qurun. Belə deyək də, tutaq ki, 10 manat pulunuz var. Kekin biri də olsun, misal üçün 3 manata, 4 manata. Tutaq ki, 3 manatadır. Maksimum nə qədər kek ala bilərsiniz? 3 dənə ala bilərsiniz də həmin o keksi. 10 manat puluna 3 dənə ala bilərsiniz. Və deyir ki, yəni neynədim? Pulu, yəni məbləği böldüm qiymətə, keksin qiymətinə və tam hissəsini götürdüm. Bir də deyir ki, nə qədər pula artıq qalar. Bir də pulu bölsəm keksin qiymətinə, qalan qalığı götürə bilərəm də. 10 idi. Tutaq ki, 10 manatım varsa, keksin biri 3 manatdırsa, 10-u 3-ə bölsəm qalıq 1 qalır. Yəni 3 dənə alacağım, 1 manatım da artıq qalacaq. Baxın, bizdən bu tapdığım bu sonda bu ədədləri çapa verməyimizi istəyir.
İndi ona əsasən əvvəlcə pulu daxil etməliyəm. Deyəcəm ki, pulu int inputla daxil etdim. Daha sonra keçin qiyməti. Bunu int inputla daxil etməliyəm. İndi belə deyək də, pulu bölməliyəm keçin qiymətinə olan tam ədədi götürməliyəm. Bayaq dediyim kimi, misal üçün A bərabərdir, pulu böləcəm keçin qiymətinə və buradan alınan tam ədədi götürəcəm. B də bərabər olsun, pulu keçin qiymətinə böləndə artıq qalığı götürməlidir. Bəssalam. Ən sonunda da print bu ədədləri A-nı və B-ni çapa göndərsin. Bu formada olacaq 120-nin cavabı. Daha sonra 121-ci sual. 121-ci sualda deyir ki, klaviaturadan daxil edilmiş sıfırdan fərqli x və y qiymətlərinin əsasən A, x, y nöqtəsinin koordinat sistemində hansı rübdə olduğunu çap edən proqram Python dilində yazın. Deməli, tutaq ki, bir dənə koordinat sistemimiz var. Belə deyək də, rüblərə görə birinci rübdə hər iki qiymət x-im, y-im də müsbət olmalı. Yəni, sıfırdan böyük olmalıdır. İkinci rübdə birinci tərəf mənfidir, ikinci tərəf müsbət. Yəni, x-im mənfidir, y-im müsbətdir. Baxın, bu formada əslində bu sualı işlətmişəm sizə. Yəni, bu formada bir proqram qurmalısınız. Onun üçün əvvəlcə x-dən y-imə daxil etməliyəm. Deyəcəm, x bərabər int input. Daha sonra y bərabərdir int input. Və deyəcəm ki, birinci rübə əgər yazsam, əgər hər iki qiymət sıfırdan böyükdürsə, onda print birinci rübü, demək birinci rübdədir də, birinci rüb olacaq. Print birinci rüb. İkinci rübdə vəziyyət belə idi ki, x-im sıfırdan kiçik qiymət almalıdır, yəni mənfidir. Y-im isə müsbətdir. Onu da deyəcəm ki, əgər x-im sıfırdan kiçikdirsə və y-im sıfırdan böyükdürsə, onu da çap eləsin print nəyi? İkinci rübü. Daha sonra üçüncü rübdə hər ikisi mənfi olmalıydı. Onu da deyəcəm ki, elif x da sıfırdan kiçikdirsə, and y-im də sıfırdan kiçikdirsə, onda print çap eləsin nəyi? Üçüncü rübü. Və else hissəsinə nə qalır? Dördüncü rüb. Əks halda buna sonuncu şərt verməyə ehtiyac yoxdur da. Əks halda hissəsinə qalacaq print dördüncü rüb. Mesela proqram olacaq bu formada. Daha sonra davam edək 122-ci sualla. 122-ci sualda deyir ki, email ilə passwordu özləri verib bizə. Deyir ki, bu məlumatları ilə sistemə girişi yoxlayan proqram kodunu Python dilində yazın. Deməli, bu da köhnə dilin sualları içərisində var idi. Əvvəlcə bu dedikləri emaili, bir də passwordu daxil edəcəm. Yəni, bunları qeyd edəcəm. Daha sonra mənim öz emailimi və öz passwordumu daxil etməliyəm inputla. Və belə deyək də, əgər mənim emailim bu emailə bərabərdirsə, onda bu nəsə içi çeflə yazmaq olar. Daha sonra əgər yəni bu ödənəcəksə, düşsün növbəti if-ə və həmin if şərtində password da, mənim passwordum da buradakı passworda bərabərdirsə, onda deməli giriş uğurludur. Əks halda ya password səhv olacaq, parol səhv olacaq, ya da ki, heç birinci şərt ödənməsə, ümumiyyətlə email səhv olacaq, heç daxil ola bilməyəcək ikinci ifə. Yəni, uşaqlar, bunu bu formada yaza bilərsiniz ki, əvvəlcə buradakı emailləri daxil elədiniz. Yəni, buradakı email nədirsə, baxın, bu emaili əvvəlcə daxil eləməlisiniz. @inbox.ru. Daha sonra buradakı passwordu daxil etməlisiniz. Yəni,
Tutaq ki, daxil etdim bunları. Daha sonra mən öz e-mailimi daxil eləməliyəm. Yəni, mənim e-mailim, deməli, mənim e-mailim. Int inputuna bunu daxil eləyəcəm. Int yox, e-mail, hətta simvoldur, sətirdir inputuna. Inputla daxil elədim. Bir də passwordumu daxil eləyəcəm. Yəni, mənim passwordum. Passwordu daxil elədim inputuna. İndi bir dənə if şərti verəcəm və deyəcəm ki, əgər mənim e-mailim yuxarıdakı e-mailə bərabərdirsə, yəni mənim daxil etdiyim e-mail bərabərdirmi yuxarıdakı e-mailə? Onda əgər bərabərdirsə, deməli e-maili düz yazmışam da. Yəni e-maili yazdısa, artıq sizdən parol istəyəcək. E-maili düz yazmısansa, şifrəni yaz. Deməli, əgər bu düzdürsə, bunun içərisindəki ifə daxil olacaq. Bu şərtim ödənsə. İçərisindəki ifdə deyəcək ki, yəni mənim öz passwordum, belə deyək, bərabərdirmi yuxarıdakı passworda, yəni parola? Onda bərabərdirsə, yəni bu ifim də ödənsə, deməli mən daxil ola biləcəm. Axı şifrəni yazmasam daxil ola bilmirəm. Onda deyəcəm ki, print uğurlu giriş. Uğurlu giriş. Əgər bu ikinci ifim ödənməsə, içəridə yazdığım if ödənməsə, deməli parol səhvdir. Onda bu ifin bir elsi var. Deyəcəm ki, əks halda print olsun ki, parol səhvdir. Çünki pasport səhv olmuş olaraq şifrə səhvdir, parol səhvdir. Yəni belə bir şey. Əgər bu ifim ödənməsə, birinci ifim, deməli başda heç daxil ola bilməyəcəm. Deməli e-mail səhvdir. Onda bunun else hissəsində də qeyd eləyəcəm ki, print elə bəyər başdan daxil ola bilməyəcək, e-mail səhvdir. Baxın bu formada. Yəni bunu da alt-alta ifin məntiqi ilə yazmaq olmaz bunu. Çünki belə deyim də, əgər birinci ifim ödənsə, ödənə də bilər, ödənməyə də bilər. Düşsün, ikinci ifi yoxlasın, parolu yoxlasın. Ona görə iç-içə ifin məntiqi ilə bu formada yazdıq. Sonra davam edək 123-cü sualına. 123-də deyir ki, klaviaturadan daxil edilən həqiqət ədin, həqiqət əd, yəni float tipi ilə daxil etməliyik. Tam və kəsr hissəsini tapan proqram Python dilində yazın. Misal üçün 5,6 daxil edəndə tam ədədin 5-dir. Bunun kəsr hissəsi 0,6-dır. İndi burada nə edə bilərik? 5,6 tam hissə 5-dir. Tam ədəddən, yəni belə edə bilərdi. 5,6-dan çıxsam tutaq ki, n-i daxil etsək, baxın, n bərabərdir float input. Float inputla daxil etdim. Deyirəm ki, a bərabər olsun, bu tam hissəsini tapsın birinci. A bərabərdir. İndi bunun tam hissəsini tapmaq üçün belə deyim də 5-i necə ala bilərəm, ona baxıram. 5,6-dan 0-ı çıxıb int eləsəm, yaxşı. Tutaq ki, n-i daxil etmişəm 5,6. Mənim n-im 5,6-dır. Birinci buradakı ədəd. İndi mən bu n-lə, yəni 5,6-dan çıxsam, 5,6-nı 1-ə böləndə qalığı nədir? 0-dır da. Yəni 5,6-nı 1-ə böləndə qalığı çıxsam və bunu int eləsəm,
onda bu mənə elə 5-i qaytaracaq. Çünki 5,6, baxın, n-in yerinə qoydum 5,6 çıxaq. Bu n-in 1-ə bölünməsindən qalıq 0-dır. 0 çıxıb bunu int eləsəm mənə 5-i qaytaracaq. Deməli, tam hissəni tapdım. Kəsr hissəni də bu formada tapa bilərəm ki, 5,6-dan çıxsam, yəni n-dən çıxaram, n-in artıq 1-ə bölünməsindən tam ədədir. Yəni 5-i çıxaram. Çünki 5,6-nı 1-ə bölsəm, tam ədədim neçədir? 5-dir də. 5,6-dan da 5-i çıxsam, mənə qaytaracaq 0,6-nı. Vəssalam. Ən sonunda da print. Deyəcəm A-nı və B-ni çapa göndər. Bitdi. 123-cün cavabı olacaq bu formada. Deməli, 124-də deyir, klaviaturadan n və b natural ədədləri daxil edilir. Kvadratları b-yə tam bölünən n-dən kiçik natural ədədlərin sayını tapan proqram. Deməli, b 3-dür. Kvadratı b-yə bölünsün, 3-ə bölünsün. N-dən kiçik olan natural ədədlərin zaten özü bölünürsə kvadrat da bölünür deməkdir də. N-i 50 verib. 3-ə tam bölünənlər 3, 6, 9, 9, 12, 15, 18. Yəni özü bölünürsə kvadratı da bölünür deməkdir. Bunların da ümumi sayı 16 dənədir. Onu da heç nədə dövrdən yazsam, 1-dən n-ə qədər dövr götürsəm, hansının ki kvadratların b-yə böləndə qalıq 0-a bərabərdir, onda onları sayını istəyir. Bir say parametri verərəm, k parametri bir artar. Yəni ona əsasən əvvəlcə n-i daxil eləyəcəm. Int inputuna n-i daxil elədim. N-im 50-dir, b-imiz də 3-dür. B bərabərdir. Bunu da int inputuna daxil eləyirəm. Və daha sonra bir k parametri verək ki, saymaq üçün. Və deyəcəm ki, for i in range. Birdən n-ə qədər bir dövr götürərəm. 50 daxil eləmişik, birdən 50-yə qədər. Və hansı i-lərin ki kvadratı 3-ə tam bölünəcək, bu zaman k bir artsın. Əgər i-nin kvadratı belə deyək, b-yə böləndə, 3-ə böləndə qalıqda 0 qalacaqsa, onda k-mız bir artsın. Və ən sonda da sayını istəyir də məndən. Print k-nı çapa göndərək. Vəssalam. Olacaq 124 bu formada. Sonra keçək 125-ci suala. Deməli, 25-də nə istəyir? Deyir ki, klaviaturadan n natural ədəd daxil edilir. Bu ədədin tək rəqəmlərinin cəmini və sayını çap edən proqramı Python dilində yazın. Misal üçün 3756 daxil eləsəm, tək rəqəmlərinin cəmi 3, 7, 5. Bizə verəcək 15, sayı da 3-dür. Aha, for-la da yazmaq olar, while-la da. Amma məsləhət görərdim ki, while daha rahatdır. Yəni, ədədin əvvəlcə, belə deyək də, rəqəmlərə parçalamaq lazım, rəqəmin tapmaq lazımdır. O da n-in ona bölünməsindən alınan qalığı götürmək lazımdır. Sonra dövrü kiçildərəm və bu qalıqlar 2-yə bölünəndə, belə deyək də, təkdirsə, yəni qalıqda bir qalırsa 2-yə böləndə, onda təkləri istəyir də bizdən, hə. 2-yə böləndə qalıqda bir qalırsa cəmləsin və say parametrim də hər dəfə bir artsın. Ən sonda da print sayın və cəmi çapa versin. Onda əvvəlcə n bərabərdir deyəcəm int inputuna. N-i daxil eləyəcəm. Daha sonra deyim ki, s cəmləmək üçün istifadə olunur. K da saymaq üçün istifadə olunur. Və nə qədər ki, while hissəsində, nə qədər ki, n böyüdür 0-dan, yəni bu zaman while-ın içində, dövrün içində qeyd eləyəcəm. Küp gəlsin, ədədin rəqəmin ona bölünməsindən alınan qalığı götürsün, yəni rəqəmin götürsün. N-in ona bölünməsindən alınan qalığı götürsün. N dövrü kiçiltsin, yəni ona tam bölmə nə demək? Dövr kiçilməlidir də, bir yerdə dövr bitməlidir. Və deyəcəm ki, əgər, tutaq ki, neçədir burada? 3756-dır da. Ona bölünməsindən qalığı 6. 6-nı deyəcəm ki, yəni künü
2-yə böləndə qalıqda 1 qalırmı? Qalıqda 1 qalırsa, onda S həmin Q-ləri cəmləsin. S bərabərdir, S üstə gələ 2 və cəmini və sayını. K da K bərabərdir, K plus 1, yəni 1 açsın. Və salam. Ən sonunda da print S ilə K-nı göndərək çapa. 3756-nı daxil etsək, bu dövr 15, yəni təkləri cəmləyəcək, tək ədədlərini cəmləyəcək və sayını da, tək ədədlərin sayını da ekrana çıxaracaq. Deməli, uşaqlar, 126-da deyir ki, klaviaturadan daxil edilmiş natural ədədin hansısa ədədin tam kubu olub olmadığını yoxlayan proqramı Python dilində yazın. Tam kubu olub olmadığını deyir. Misal üçün, belə deyim də, 3-ün kubu nədir? 27, düzdür? Tutaq ki, daxil etmişəm 27. Deyəcəm, n bərabərdir, int input. Baxın, tutaq ki, daxil etmişəm 27-ni. Misal üçün, yazıram 27. 27 üçün kubudur, düzdürmü? Belə deyim də. Və mən bunu bu formada yaza bilərəm də. 3-cü dərəcədən kök altında 27 mənə 3-ü verir. Bu da n belə deyək, üstü qüvvət kimi 2 ulduz, 3də 1 kimi yazsam, elə bu yenə mənə belə deyək, 3-cü dərəcədən 3-ü verəcək. Yəni bu formada yazılışı əslində bilirsiniz. Ona görə misal üçün bir dənə də bir dəyişən daxil eləyim. Tutaq ki, A dəyişəni. Deyim ki, A bərabər olsun, yəni bunun kubunu tapsın da. N-in N2 ulduz, yəni qüvvətdə 3də 1 kimi yazmaq, 1 bölünsün 3. Baxın, bu formada yazmaq 3-cü dərəcədən 27 deməkdir kök altında. Bu zaten elə mənə 3-ü çıxaracaq. Yəni, əgər 27 daxil etmişəmsə, 3.0 çıxaracaq əslində. 3.0 çıxaracaq. Çünki bilirsiniz ki, kök altından float tipi çıxır. 3.0 çıxarsın. Və deyim ki, əgər bu A-nın tapdı da indi 3.0, həmin o A-nın kubu E-nə bərabərdir, sonda deməli kubudur da. Ona görə də belə bir şərt verəcəm. Əgər A 2 ulduz 3, yəni A-nın kubu bərabərdirsə E-nə, onda deməli bərabər olsa print kubu olacaq. Kubudur. Əks halda, yəni bərabər olmasa kubu deyil. Kub deyil. Və salam. Olacaq bu formada, yəni əslində rahat proqramda, çətin deyil. Deməli, uşaqlar, 127-də deyir ki, çevrənin mərkəzinin koordinatları x1, y1, radiusu r və hər hansı a, x2, y2 nöqtəsinin koordinatları klaviaturadan daxil edilir. Və deyir ki, bunu əsasən nöqtənin çevrənin üzərində olub olmadığını yoxlayan proqram Python dilində yazın. Əvvəlcə nə etməliyik? x1-dir, y1-dir, x2, y2, bunlar hamısını daxil etməliyik. Yəni, r-i də daxil edəcəm, radiusu. Və bunlar hamısı, belə deyək də, kəsr ədəd ola bilər. Onun üçün mən bunları float tipində daxil edəcəm. Yəni, x1 bərabərdir, float input. Sonra, y1 bərabərdir, float input. Bu formada. Təzdə x2-ni daxil edəcəm eyni formada. Y2-ni daxil edəcəm. Baxın, eyni formada. Bunları daxil elədim. Sonra r-i daxil eləməliyəm. Yəni, radius olaraq deyəcəm ki, r bərabərdir. Bunu da float inputla. Float inputla r-i də daxil etdim. İndi belə deyək. Ümumiyyətlə, çevrənin koordinatları da, çevrənin mərkəzinin koordinatları necə hesablanır? Sonuncudan başlanğıc çıxılır. Məsəl üçün, x2 minus x1-in kvadratı, üstünə gəlir y2 minus y1-in kvadratı. Bax, bilirik ki, bu formada tapılır. Yəni, ona əsasən bir dənə dəyişən götürəcəm. Deyəcəm, tutaq ki, a bərabərdir x2 minus x1, bunun kvadratı.
Və üstə gələk. Eyni qaydada y2 y2 minus y1-in kvadratı. Və bir də bunlar əgər bərabərdirsə y-in kvadratına, onda deyirik ki, nöqtə çevirənin üzərindədir də. Bərabər deyilsə üzərində olmur. Yəni bir də belə eləyək. Məsəl üçün deyim ki, b-ni götürün, b bərabər olsun y-in kvadratını tapsın. Y-in kvadratına. Baxın bu formada. İndi yoxlaya bilərəm şərtlə. Deyəcəm ki, əgər if şərtində a bərabərdirsə b-yə, onda heç nə print çap eləsin nəyi? Deməli, nöqtə çevirənin üzərindədir. Nöqtə və yaxud elə bunu nöqtə kimi qoyum. Elə buna bir dənə nöqtə qoyacağım. Nöqtə, yəni biləcəksiniz də, çevirənin üzərindədir. Üzərindədir. Əks halda, yəni else hissəsində demək else hissəsində deyəcəm ki, heç nə çap elə ki, nöqtə çevirənin üzərində deyil. Deməli, nöqtə çevirənin üzərində deyil. İndi bunu heç nə səliqəli formada siz qeyd edirsiniz. Yəni 127-nin də düzgün cavabı olacaq bu formada.